Hər kəsə salam. Bu günləri İnci Baxşəlinin 5-ci 8-ci siniflər üçün olan kitabından səhifə 61-də tapşırıq 24-də baxıram. İsimlərin cəmlənməsi hansı ki mümkündür. Yəni mümkün olan isimləri cəmləyin. Bu nə deməkdir? Biz sayıla bilməyən isimləri cəmləyə bilmirik. O da bunu demək istəyir ki, yəni hansı mümkündürsə onu cəmlə. Mümkün olmayanları cəmləmə. Birinci tapşırıq. Red notebook. Qırmızı dəftər. Azərbaycan dilində cəmləyəndə deyirik qırmızı dəftərlər. Ona görə olur red notebooks. İkinci, pretty girl, gözəl qız. Azərbaycan dilində necə deyirik? Gözəl qızlar. Eyni şeydir. Pretty girls. 3. Milk sözü süddür, maye halındadır, sayılmayan isimdir və cəmlənmir. 4. Sugar sözü qənd, pesox, toz halındadır və cəmlənə bilmir çünki sayıla bilməyən isimdir. 5. Ağ karandaş. Ağ karandaşlar. White pencils. 6. Lemonade. Limonad sözü maye halındadır, sayılmayan isimdir və cəmlənmir. 7. Small cherry. Balaca gilas. Cherry sözü sonu y hərfi ilə bitib və öyrənmişik. Sonu y hərfi ilə bitən isimləri cəmləyərkən özündən əvvəl samit hərf gələrsə, yəni r hərfi gəlib. Bu zaman y düşür və i-yə artırılır. Small cherries. Əgər bu dərsi bilmirsinizsə, YouTube kanalıma girirsiniz. Noun dərsi part 2. İsim dərsi 2-ci hissədə bunu izah eləmişəm. 8. Sandviç sözü c-h hərfi ilə bitir. Sonu c-h ilə bitdiyi üçün cəmləyərkən s artırılır. Sandwiches olur. 9. Chocolate sözü sayılmayan isimdir, cəmlənmir. 10. Yaşıl alma, yaşıl almalar, green apples. 11. New jacket, yeni jaket, yeni jaketlər, new jackets. 12. Köhnə maşın, cəmləyərkən köhnə maşınlar, old cars. 13. Orange, apelsin, yəni portağal, cəmləyərkən olur apelsinlər, oranges. 14. Orange juice, apelsinin soku, yəni meyvə suyu, maye halındadır, cəmlənmir. 15. Bread, həmişə uşaqlar bunda çaşır, yeni öyrənən uşaqlar. Çünki bread sözü Azərbaycan dilində cəmlənir. Biz deyirik, mağazadan 3 çörək aldım, 5 çörək aldım, amma ingilislər bread sözünü saymırlar. Uncountable noun, sayıla bilməyən isimdir və cəmlənmir. Ona görə də 15-ci sualı cəmləyə bilmirik. Bugünkü test izahımız bu qədər, hələlik.